Vəfadar dayımızdır. Adı kimi özü də vəfalıdır. Çox sağ olun. Bir də bunun xəstəliyi var. Xəstəlik dayıya vəfasızlıq göstərir. Biz dayını keçən il sol ayağında damar genişlənməsinə görə, tromba görə lazerlə əməliyyat eləmişdik və həmin vaxtı xəstəyə izah elədik ki, gəl sağ ayağında əməliyyat edək. Son bir həftədə xəstənin sağ ayağında təkrar bu hissədə, bax burada tromblar yaranıbdır. Hansı ki biz sol ayağı əməliyyat eləmişik, indi isə sağ ayağında problem yaranır. Yəni əgər varikoz xəstəliyimiz varsa, iki ayaqda əməliyyata göstəriş ehtiyacı varsa, bir ayağı edib, bir ayağı sonra saxladıqda bu kimi yaşa baxmadan təkrarı problem baş verə bilir. Ona görə xəstələrə tövsiyəmiz bu problemi vaxtında eyni zamanda aradan qaldırmaq daha doğrudur. Yəni birini edib də birin 3 il sonra, 5 il sonra hansı fəsad verəcəyini öncədən bilmirik. Fəsadlar baş vermədən xəstəliyin aradan qaldırılması doğrudur. İndi biz vəfadar dayını əməliyyata alacağıq. Çox sağ olun. Allah köməyiniz olsun. Ötən dəfə əməliyyatda ağrı oldu, olmadı? Siz elədiniz də. Mən elədim. Ağrınız oldu mu? Belə bir küt ağrı. Küt ağrı. Küt ağrı. Əməliyyat vaxtı mı, əməliyyatdan sonra mı? Əməliyyat vaxtı. Əməliyyat vaxtı. Sonra yox. Sizi ciddi mi narahat edir, yoxsa yüngülvari bir narahat edirdi? Yüngülvari. 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 Yaxşı. Bəs əməliyyatdan sonra necə oldu? Heç ağrı hiss eləmədim. Bu günə şükür. Oldu qurban. İndi əməliyyat davam edəcək.